Doktor, uşaq əməliyyat otağına daxil olduqdan sonra əməliyyata qədər hansı prosedurlar baş verir? Bəli, bu da maraqlı sualdır. Valideynlər hər zaman əməliyyat önü hissə ki var, təmiz olmayan hissə deyirik ora. Ora qədər valideynlər gəlir. Uşağa bir premedikasiya dediyimiz, yəni xatırlamasın deyə prosesləri olunur, intravenoz anesteziologlar tərəfindən yatızdırılır və sonra uşaq əməliyyatxanaya alınır. Valideyn isə uşağın otağına qayıtmalı olur və bu zaman valideynlər adətən əməliyyatxanada uşağa otaq soyuqdurmu, üzəri örtülürmü, nə baş verir deyə bu sualı hər zaman verirlər. Yəni bunu hər zaman biz deyirik, izah edirik. %100 əmin ola bilərsiniz. Uşaq masaları hər zaman xüsusi isidicilərlə isidilir. Uşaq masasının üzərində belə xüsusi isidici olur ki, onlar tibbi isiticilərdir. Yəni uşağa hər hansı bir zərər vermir. Eyni zamanda bizim çalışdığımız masanın üzərindəki işıqların belə isidici təsiri var və bunlar da çox isidici olur, isidici təsir. Yəni uşaqlar orada hər hansı bir soyuq kütləyə təsirinə məruz qalmır. Çünki bəzi əməliyyatlarda, bəzi estetik əməliyyatlar, bəzi ürək əməliyyatlarında əməliyyat masaları həddindən çox soyuq olmalıdır. Amma uşaq əməliyyatlarında bunun tam əksinə biz hər zaman otağı temperatur itirməsin deyə isti saxlamaq məcburiyyətində qalırıq və bunu da bildirmək istəyirəm ki, əməliyyatdan sonra uşaq oyandıqdan sonra valideynlər hər zaman narahat olur ki, uşaq necə olacaq, kim ona qayğı göstərəcək və bununla da məşğul olan orada tibb personalı var. Eyni zamanda uşaq oyandıqdan sonra heç bir zaman dərhal valideynləri axtarmır təbii ki. O yarı yuxulu vəziyyətdə olur. Təbii ki, tam oyandığı zaman, otağa gəldiyi zaman artıq o valideynlərini gördükdən sonra bu problem bitmiş olur. Yəni qısacası demək istəyirəm ki, övladlarınız əməliyyatxana otağında da güvənli şəkildə olur, narahat olmayın.